Masallı rayonunda iki qadın arasında mülk üstündə yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin iyulun 19-da rayonun kəndlərindən birində baş verib. Ləman həmin gün saat 17 radələrində qardaşı arvadı Elmira ilə yaşadığı fərdi yaşayış evinin həyətində sahəsində mübahisə edib. Elmira ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onun bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və daşla bir neçə dəfə vurub. Ləmanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İbtidai icraat zamanı ifadə verən təqsirləndirilən şəxs Ləman bildirib ki, Elmira onun mərhum qardaşı Əkbərin arvadı olub. Ləmanla aramızda ev və torpaqla bağlı məhkəmə mübahisələrimiz var. İyulun 19-da saat 17 radələrində mübahisəli həyətyanı sahə yaxınlığında olarkən Ləmanla aramızda sözlə mübahisə yarandı. Daha sonra isə dalaşmağa başladıq. Biz əlbəyaxa dalaşan zaman qarşılıqlı olaraq bir-birimizin saçından tutduq. Bədənlərimizin müxtəlif nahiyələrinə yumruq və təpiklə vurduq. Bundan sonra oraya Elmira'nın qardaşı Təhməz və arvadı Ülkər gəldi, bizi ayırdılar deyə o ifadəsində göstərib. Zərər çəkmiş Elmira'nın sözlərinə görə təqsirləndirilən Ləman onun baldızıdır. Onunla münasibətləri əvvəllər yaxşı olsa da təxminən bir ildir ki, aralarında mübahisə və münaqişə olub. Mənim ərim Əkbər 2019-cu ildə vəfat etdikdən sonra ona məxsus olan fərdi yaşayış evində azyaşlı qızım ilə birlikdə yaşamışam. Ləman əvvəllər Bakı şəhərində yaşasa da təxminən bir ildir ki, kəndə gələrək atası Telmanın evində yaşadı. Kəndə gəldikdən sonra mərhum ərimə məxsus olan hazırda yaşadığım evin yerləşdiyi torpaq sahəsinin özünə məxsus olduğunu iddia edərək həmin evdən mənim çıxarmaq istədi. Bu səbəbdən dəfələrlə aramızda mübahisə oldu. Evin yerləşdiyi torpaq sahəsi Ləmanın adına aid olsa da, həmin evin mərhum ərim tikib. Həmin torpaq sahəsi üçün Ləmana ödəniş etməyi təklif etsəm də, həmin torpağı satmayacağını bildirdi. Bununla bağlı aramızda məhkəmə mübahisəsi var, deyə Elmira ifadəsində göstərib. Elmira qeyd edib ki, 2025-ci ilin iyulun 19-da saat 17 radələrində həmin evin həyətində oturan zaman Ləman ona yaxınlaşaraq həyətdən çıxmağını tələb edib. Mən apellyasiya məhkəməsinin qərarı verilənədək həmin evdə qalacağımı bildirən zaman Ləman anidən əlindəki daşla başımın sol və sağ tərəfinə, burun nahiyəmə bir neçə dəfə vurdu. Mən özümü itirərək yerə yıxıldım. Həmin vaxt Ləman təpiklə sağ qoluma vurdu, mənim saçımdan tutaraq yerə də sürmək istədi. Bu zaman sağ dirsək nahiyəm yerdə olan daş parçalarına dəydi, daha sonra əli ilə dodaq və boyun nahiyəmə yumruqla vurdu, həmin nahiyələrimi cırmağa başladı. Bu vaxt Ləmandan qorunmaq üçün əlim ilə onun müqavimət göstərdim. Biz yerdə əlbəyaxa savaşan zaman qardaşım və arvadı oraya gələrək bizi ayırdılar deyə o ifadəsində göstərib. Elmira'nın ifadəsində göstərib ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs özünü asaraq ölüb. O deyib ki, hazırda iş üzrə icraata xitam verilməsini etirazı yoxdur. Lakin hadisə nəticəsində mənə maddi və mənəvi ziyan dəyib. Ona görə də məhkəmədən mülki iddiamın təmin edilməsini istəyirəm, deyə Elmira ifadəsinə
belə yekun vurub. Masallı rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs öldüyündən onun cinayət məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata, Cinayət Prosessual Məcəlləsinin 339.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilib. Zərərçəkmişin mülki iddiası baxılmamış saxlanılıb. Bundan başqa Masallı rayonunda 1991-ci il təvəllüdlü Ələkbər qardaşı Kərəmə xəsarət yetirib, hadisə rayonun kəndlərindən birində baş verib. Ələkbər yaşadığı evin həyətində qardaşı Kərəm ilə mübahisə edib. Mübahisə Kərəmin ondan yaşadıkları evin pəncərəsinin şüşəsini hansı səbəbdən sındırmasını aydınlaşdırmaq istəyərkən yaranıb. O, şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı yumruqla Kərəmin sifət nahiyəsinə bir neçə dəfə zərbə vurub. Ələkbərin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ələkbər ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, qardaşı Kərəmlə aralarında heç bir ədavət, düşmənçilik və qərəzli münasibət yoxdur. Əvvəllər küsülü olsaq da sonradan barışmışıq. Axır vaxtlar Kərəm mənimlə bilmədiyim səbəbdən küsülü və danışmayıb. Mən kənddə yerləşən ata evində yaşayıram, Kərəm isə ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, məlum hadisədən əvvəl dəqiq xatırlamadığı saatda kənd ərazisində yaşadığı evə gələrkən Kərəmin evdə olduğunu görüb və oradan uzaqlaşaraq gedib. Həmin vaxt aramızda heç bir ünsiyyət olmadı. Həmin gün gecə saatlarında pivə içkisi qəbul etdim və gecə saat 2 radələrində yaşadığım evin həyətinə gəldim. Atam Şirzad oğluna məxsus avtomobilin arxa yük yerindən təxminən 1 metr uzunluğunda beton dağıdan aparatı götürdü və evin ön hissəsinə yerə qoyaraqkən sərxoş olduğumdan, sərbəst gəzə bilmədiyimdən həmin aparat ehtiyaclığımdan evin ön hissəsindəki pəncərəyə dəydi, pəncərənin şüşəsi sındı. Şüşənin sınmış hissələri mənim qol nahiyəmi kəsdi, qolumdan qan axmağa başladı. Həmin vaxt Kərəm evdən çölə çıxaraq üzərimə hücum çəkdi. Mən nə olduğunu dərk etməsəm də özümü müdafiə etmək üçün əlim ilə Kərəmi itələyərək özümdən kənarlaşdırmağa çalışdım. Lakin konkret olaraq bədəninin hansı nahiyəsindən toxunaraq itələdiyimi xatırlamıram. Həmin vaxt atam bizi ayırdı və mübahisəyə son qoydum. Bundan sonra evdən getdim. Qardaşımın burnuna yumuşaq toxumlarını əzilərək şişkinləşməsi xəsarətləri ola bilsin ki, aramızda yaranmış mübahisə zamanı əlim ilə onun sifət nahiyəsindən itələməyim nəticəsində yaranıb. Mən Kərəmə qəsdən heç bir bədən xəsarəti yetirməmişəm. Kərəmin bədəni üzərində olan digər xəsarətlərin hansı şəraitdə yarandığını bilmirəm deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. Kərəmin ifadəsinə görə Bakı şəhərində yaşadığı üçün arabir istirahət etmək və valideynləri ilə görüşmək məqsədi ilə Masallı rayonuna gəlib gedib. Məlum hadisə günü də istirahət etmək məqsədi ilə Bakı şəhərindən atamın evinə qonaq getdim. Lakin həmin gün Ələkbərlə görüşmədim. Mən gün ərzində spirtli içki qəbul etdim, yatmaq məqsədi ilə evin yataq otağına daxil oldum. Gecə saat 2 radələrində yatdığım evin ön hissəsindəki pəncərənin şüşəsinin sınması səsini eşidirək yuxudan ayıldım, dərhal evin həyətinə düşdüm. Ələkbərin üzərinə gedərək ondan hansı səbəbdən şüşəni sındırmasının səbəbini soruşdum. O, vəhşicəsinə heç bir cavab vermədən bir neçə dəfə qəsdən yumruqla burun nahiyəmə, başımın sol təpə nahiyəsinə və dodaq nahiyəmə vuraraq mənə xəsarət yetirdi, deyə
zərər çəkmiş şəxs ifadəsinə belə yekun vurub. Masallı rayon məhkəməsinin hökmü ilə Ələkbər 1000 manat məbləğində cərimə edilib.